Əməkdar artist Lalə Məmmədova son açıqlaması ilə yenidən medianın və ictimaiyyətin diqqətini üzərinə çəkib. Xəbərin ünvanının əldə etdiyi məlumata görə, sevilən sənətçi qonaq olduğu Xəzər axşamı verilişində maraqlı etirafı ilə gündəmə gəlib. Proqram zamanı Lalə Məmmədova studiyaya şəxsi avtomobili ilə deyil, taksi vasitəsilə gəldiyini bildirib. Canlı yayımda bu barədə danışan ifaçı qeyd edib ki, bir müddət əvvəl özünə məxsus avtomobilini satmaq qərarına gəlib və hazırda şəxsi maşını yoxdur. Bu səbəbdən də telekanala taksi ilə gəlmək məcburiyyətində qalıb. Onun bu etirafı sosial şəbəkələrdə və media orqanlarında geniş müzakirələrə səbəb olub. Tanınmış ifaçının səmimi və açıq danışığı tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Sosial mediada sənətçinin sadəliyi və reallıqla barışıq münasibəti izləyicilər tərəfindən alqışlanıb. Lalə Məmmədova isə açıqlamasında şəxsi avtomobilin olmamasının onun sənət yoluna və gündəlik həyatına heç bir mənfi təsir etmədiyini vurğulayıb. Qeyd edək ki, Lalə Məmmədova uzun illərdir Azərbaycan musiqi səhnəsində uğurla fəaliyyət göstərir və həm peşəkar ifaçılığı, həm də səmimi çıxışları ilə geniş tamaşaçı auditoriyasına malikdir.